Bəli, mən Vüsal Kəlbəcərli, bu günlərim hardayıq? Bu günlərim biz Bərdə rayon Cəhri kəndindəyik. Bərdə rayon əhalisindən, Yevlaxdan, Bərdədən, Tərtərdən, Azərbaycanın qeyrətli oğullarından bu anamıza, bu bacımıza dəstək istəyirik. Və dəstək istəyir. Bu adamın evi var, problem deyil. Evinə görə biz dəstək istəmirik. Demir ki, mənim evim təmir olunsun, demir ki, mənə yeni ev verilsin, evi var. Bəziləri kimi yalandan evini gizlətmir. Adınız, soyadınız nədir? Zaborov Nigar Akif qızı. Zaborova Nigar Akif qızı Bərdə rayon Cəhri kənd sakinidir. Sadəcə istəyi Bərdəlilərdən, yeni deyirəm, Azərbaycanın qeyrətli oğullarından istəyi, xahişi odur ki, bir dənə övladı var, övladının təhsil alması üçün əlindən gələni eləsinlər. Biz də, mən Vüsal Kəlbəcər də tədrisimizdə əlimdən gələni eləyəcəm. Müşkünaz xanım, Müşkünaz Məmmədova adından və o cümlədən mən Vüsal Kəlbəcəri adından. Neçədə oxuyur qızınız? 8-də oxuyur. 8-də oxuyacaq inşallah. Və demək olar ki, 8, 9, 10, 11, 4 il. 4 il ərzində mən demirəm 1 dənə fən, demirəm 2 dənə fən, demirəm 3 dənə fən, demirəm 4 dənə fən. İnşallah onu zamanla çəkilişdə paylaşacağıq ki, neçə dənə fənlə biz köməklik elədik. Ola bilər 4-ünə də köməklik elədik, ola 5-ə də köməklik elədik. Hazırlıqları, onlayn hazırlıqları üçün əlimizdən gələni eləyəcəyik ki, bu ali məktəbə qəbul olsun, gələcəkdə hansısa bir peşənin sahibi olsun. Amma təhsil ondan deyil, bacımızın yəni savadı yoxdur. Yəni işləmək qabiliyyəti gedib, harada satıcı işləyə bilmir, ancaq xadimə kimi haradasa işləyə bilir. Amma qeyrətli oğullarımızdan xahiş edirik ki, bu ailəyə dəstək olsunlar. Öz nömrəsini yazacam, öz ünvanını yazacam, öz nömrələrinin ünvanını yazacam. Bu ailəyə kim istəyirsə dəstək olsun. Xahiş edirik, bir də xahiş edirik. Azərbaycanımızın qeyrətli oğullarına xahiş edirik. Bərdə rayonunda olan yaxşı idarə müdürlərindən xahiş edirik. Rəhbər şəxslərdən xahiş edirik. Başda icra başçısından xahiş edirik. Başqa bütün vəzifəli şəxslərdən xahiş edirik ki, bu ailəyə dəstək olunsun və gələk bir gözəl çəkiliş eləyək. Təşəkkürlər, təşəkkürlər. Bugün 2026-cı il, 19 avqust tarixidir. Mən inanıram ki, bu videoya baxarsınız. Bütün Bərdəlilər, bütün Azərbaycanın qeyrətli oğulları, fərqi yoxdur, Tərtər, Bərdə, Yevlax, qeyrətli oğulları bu ailəyə dəstək olacaqdılar. Və mən də inanıram ki, bacı bizə deyəcək ki, bəli, Mingəçevirdən filan kəs dəstək oldu, Gəncədən filan kəs dəstək oldu, Lənkərandan filan kəs, öz nömrəsini yazacam, özü ilə də əlaqə saxlayın. Təşəkkürlər, təşəkkürlər, bir də təşəkkürlər. Başqasının istəyiniz var? Allah sizə köməyinizdə dursun. Minnətdaram sizə. Mən efinizə baxıram, telefonda izləyirəm. Dedim, ana, istəyirəm bu qardaşa mən də bir köməklik kimi dəstək görürəm. Olursunuz, mən də sizə minnətdaram. Çox sağ olun. Xalqımızda köməklik istəyirəm, dostlar, sizdə. Mənim evim, eşiyim var. Demirəm, ev, eşik. Mən uşaq, qız uşağıdır. İstəmirəm ki, sınıq qala belə. Mən sizin xalqımızdan köməklik istəyirəm. İnşallah. Və biz də istəyirik, bax, mən də gücüm ona çatır ki, əlimdən gələnlər nə eləyirəm, bax, mən bir Qarabağlı kimi, Kəlbəcərli kimi, əlimdən 50 manat gəlir. Bax, bu 50 manatı deyirəm bura ki, gedib 2 kilo ət alar, 3 kilo ət alar da, o öz işidir. Və bütün mən Qarabağlılardan, bütün Azərbaycan qeyrətli oğullarından gözləyirəm ki, bu ailəyə dəstək olunacaqdırlar. Təşəkkürlər, təşəkkürlər, bir daha təbrik edirəm. Sağ olun.